Rəbb bu gün hər birimizə xeyir dua versin, bərəkətli olsun. Bu gün bizim toplantımız xeyir dualı olsun. Bu gün sizinlə bölüşmək istədiyim mövzu imanla yaşamaq haqqında olacaq. Deməli, bir ayə oxuyacağım. Bu ayəni mənə bir vəziyyətdə olanda Rəbb demişdi. Bu yazılıb İbranilər məktubu 10-cu fəsil 38-ci ayədə. Amma salih adamım imanla yaşayacaq. Əgər geri çəkilərsə, ondan razı qalmayacağam. İlk öncə burada yazılıb salih adam. Düzdür, mənim mövzum bu haqda deyil. Amma ayə salihlikdən danışdığına görə, Rəbb burada salih adam ifadəsi istifadə etdiyinə görə bir qədər bu mövzu barədə düşünək. Dünyada var salih insanlar, yəni insanlar salih sayıldığı insanlar var. Düşünür ki, o insanlar xeyirxahlıq edənlərdir, öz pulundan başqasına əl tutanlardır, nə bilim, məktəb tikənlərdir. Bu cür salih sayılmaq istəyənlər var. Amma kəlam bu salihlərdən danışmır. Kəlamda Romalılar məktubunda 3-cü fəsil 22-ci ayədə bu haqda yazılır. Allahdan gələn bu salihlik İsa Məsihə iman vasitəsilə ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. Hardan gələn salihlik? Göydən gələn salihlik. Allah o insanlara qarşıdır ki, göydən gələn salihliyi qəbul etmir, öz salihliyi ilə öyünür və düşünür ki, Allahın huzurunda duranda öz salihliyi ilə bəraət qazanacaq. Amma kəlam deyir, sizin salihliyiniz mənim qarşımda ləkəlidir, nöqsanlıdır. Yalnız mən göndərdiyim salihlik sayəsində mənim huzurumda dura biləcəksiniz. Amin. Şükür olsun Rəbbə. Biz də hər birimiz Rəbbin göndərdiyi salihliyə iman etmiş şəxslərik. Və Rəbb bizi salih sayır. İndi bizi salih sayan Allah deyir ki, siz imanla yaşamalısınız. İmanla yaşamalıyıq. İndi öz həyatında bir şəhadətçilik danışmaq istəyirəm. Bu yaxınlarda olub, bu keçən həftə olub. Mən keçən vəzdə bildirmişim, taksi fəaliyyəti göstərirəm. Məndə gündəlik arenda olduğuna görə hər gün çalışmalıyam. Bir gün hələ vəziyyət oldu ki, artıq çətinlik çəkirdim. Başladım bu çətinlik içində şikayətçilər axtarmağa. Bu belə olsaydı, bu cür olardı. Mən işləyə bilərdim rahat. Tıxaclar olmasaydı, bu cür olardı. Yol hərəkətləri bu cür, cərimələr bu cür olmasaydı, yaxşı olardı. Başlayıram artıq deyinməyə. Rəbb mənə öz vəziyyətimi göstərdi. Göstərir ki, özümü görürəm ki, mənim yanımda oturan imansız insanla birlikdə deyinirik. Eyni vəziyyət, imansızdan mən də imanlı. Eyni vəziyyətdəyik. Deyinirim, şikayətlənirəm. Günahkar axtarıram, təqsirkar axtarıram. Rəbb mənim ürəyimi bu ayəni qoydu. Salih insan imanla yaşayacaq. Oyan, sən imanlısan. Sən insanlara ümid verməlisən, amma sən ümidsiz vəziyyətindəsən. Sən insanlara yükündən azad olmağı göstərməlisən, amma sən özün yüklü vəziyyətdəsən. Bu iman deyil, bu iman həyatı deyil. Mən öz həyatımdan nümunə göstərirəm ki, siz də baxasınız. Siz də baxın, görün, siz iman həyatı yaşayırsınız, yoxsa yox. İmanlı təkcə ad deyil. Bəli, biz iman etmişik. İman etmişlər sayılırıq həqiqi Allaha. Var olan Allaha iman etmişlər sayılırıq. Amma imanla yaşamalıyıq. Dünya ilə birlikdə ümidsizliyə qapanmamalıyıq. Bu haqda Rəbb mənə danışanda özümü çox pis vəziyyətdə gördüm. Dedim, ya Rəbb, bağışla. Bağışla mən imansızlığıma görə. Mən imanlıyam. Mən inanmışam sənə və iman etmişəm ki, sən hər şey qadirsən. Mən bu problemi sənə ötürürəm. Verirəm sənə. Bilirəm ki, mənim həyatımdan hər şey xəbərdarsan.
Sən ölün dirildən Allahsan, mənim bu vəziyyətdən çıxardacaqsan. Etibar edirəm sənə. Kəlam deyir, hər şeydən əvvəl birinci Allahın paşaxlığını axtarın. Ya Rəbb, birinci mən sənin paşaxlığını, onun üçün çalışacağım. Allahın paşaxlığını axtaracağım, sənin hüzuru axtaracağım və qalan şeyləri sən mənim üçün edəcəksən. Tövbə etdim, evə getdim. Gec idi. Saat artıq səhər yaxın 4 idi, amma gözümə yuxu gəlmirdi. Saat 7-də düz yatmışam. Amma bilmirəm niyə bu ayə İsa Məsih şagirdlərlə düşdüyü bu vəziyyət mənim gözümün önündən çəkilmirdi. İsa Məsih şagirdlərlə birlikdə Qalilə gölünün bir sahilində idi. İsa işlədi var idi. Gölün o birisi sahilinə keçək. Mart müjdəsi 4-cü fəsildə. Həmin axşam düşəndə İsa şagirdlərinə dedi, gəlin o biri sahilə keçək. Xahiş edirəm, diqqətli olaq. İsa dedi, gəlin gölün o biri sahilinə keçək. Bu vaxt dənizdə olarkən böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onu içinə dolurdu. İsa qayığın arxası tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər onu oyadaraq dedilər, müəllim, axı biz həlak oluruq. Bu səni narahat etmirmi? İsa durub küləyə qadağan etdi və gölə dedi, sus, sakit ol, dedi. Külək o anda dayandı, dərin sükut çöktü. İsa onlara dedi, niyə qorxursunuz? Hələ imanınız yoxdur. Mənə çox maraqlı gəldi. Tufandır, qayıqdadılar. Artıq küləyin təsirindən gölün suyu qayığa dolur. Qayığa su dolanda nə baş verir? Batacaq da, təhlükəli vəziyyətdədirlər. Düzdür? İsa deyir, imanınız anısın. Mən çox düşündürür. Görəsən İsa şagirdlərdən hansı hərəkəti gözləyirdi? Neynəməlidir ki şagirdlər? Düşünürdüm. Axırda Rəbb mənə göstərdi. Əvvəldə nə demişdi İsa? Biz gölün o tayına keçəcəyik. Şagirdlərdən biri qalxmalıydı. Bilməm, Petr, Yahya, Filip, hansısa biri qalxıb deməlidir, qardaşlarına rahat olmayın. Qorxmayın. Axı Rəbb özü deyib, biz gölün o tayına keçəcəyik. Şagirdlər İsa'nın sözünə inanmalıydılar, iman etməlidirlər. Bilməlidir, İsa dedisə mütləq olacaq. Əgər İsa deyibsə, qayğı çəkməyin, dərd etməyin, mən sizin qayğınıza qalacağam. Onun sözünə inanmaq lazımdır. Çünki onun sözü mütləq icra olacaq. İsa demişdi, ölünü diriltdim bir sözlə. İsa şikəsti qaldırdı bir sözlə. Həmin sözlə mən sizə deyirəm, qorxmayın, mən sizinləyəm. Dövrün sonuna qədər. Alovdan keçəcəksiniz, təsir olmayacaq. Pandemiya da olsa, zərər olmayacaq. Pandemiya vaxtı yadınızdadır. Bir çox bacı qardaşlar şahadətçilik edirdi. İşləyən vaxtda o qədər ruzumuz yox idi bizim. Pandemiyada dolu idi ya ərzaq evdə. Şəxsən mən özüm öz evimdən ərzaq paylayırdım, xarab olmasın deyə. Dolu idi. İşləyən vaxtı mən o qədər ərzaqım olmurdu. Rəbb dəfələrlə sübut edir ki, mən sizinləyəm. Sadəcə biz qorxmamalıyıq, iman etməliyik son ana qədər. Bəli, problem. Şagirdlər problem üz-üzə qalmışdı. Dalğaydı, problem idi. Panikadır. Bu imansızlıqdır. İmansızlıq. Mən istəyirəm imanın tərifini burada söyleyeyim. İman ümid edilənlərə etibar etməkdir. Görünməyən şeylərə əmin olmaqdır. Bu cür iman olmasa Allahı razı salmaq qeyri-mümkündür. Birinci yerdən yazılır, iman ümid edilənlər. Biz kimi ümid edirik? Rəbbə ümid edirik, amin. Rəbbə etibar etməkdir. Amin. Rəbbə etibar etmək və görünməyən şeylərə əmin olmaqdır. Biz görürük Allahın padşahlığını əməlli başlı görmürük. Mələkləri görmürük. Amma biz inanırıq və əminik ki var və Allah mələklərinə də hətta belə əmr edir.
İnsanların imandan həyatı üçün, xeyir duası üçün əmr edir. Biz buna əminik. Rəbb bizdən bu cür iman istəyir. Şagirdlər də yox idi. Etibar yox idi. Rəbbə hələ etibar etmirdilər. Hələ şübhə var idi onların həyatında. Siz hələ biz mənə bu şəhadətçiliyin bitdi, yox. 2 gün sonra yenə də bir pis vəziyyətə düşdüm. Çünki xidmətdə idim, məbəddə idim. Gec başladım işə. Məbləği, o arenda məbləğini yığa bilməmişdim taksidə. Saat artıq 12, yarısı 12-yə qalırdı. O necə şagirdlərə panika gəlmişdi. Mənim də artıq həyatıma, düşüncəmə panika gəlmişdi. Asta-asta başlayırdım, görürəm ki, nəsə qayğı yüklənirəm, artıq deyinməyə də başlayıram, əsəbləşməyə başlayıram. Dedim, yox, Fəxrəddin, stop. Bu yaxınlarda tövbə etmirsən, iman haqqında mövzu hazırlayırsan. İndi isə iman addımını ilk öncə sən et. Özümə dedim. Dedim, ya Rəbb, bağışla məni. Yenə də başlayırdım panikaya düşməyə. Mən sənə inanıram. Mən sənə inanıram ki, hətta bir mələyini də belə göndərərsən, məni pis vəziyyətdə qoymarsan. Mən inanıram sənə. Sona kimi də inanacağam. İnansız bu dua, 5 dəqiqə bu duanı etmişdim. Bir müştəri gəldi, əyləşdi şəhərdə. Ünvana çatdırırdım. Axşam artıq 12-yə qalırdı, 15 dəqiqə. İşıqforda dayandıq, ödənişini etdi. İndi qaranlıq idim. İşığı yandırdım ki, artığını qaytarım, belə deyim. Gördüm, çoxdur. Düşündüm ki, qaranlıqdır, verdiyi pulu bilməyib də yəqin. Deyirəm, qardaş, siz çox vermişsiniz. Bilirəm. Mən özüm verdim, o qədər. Ürəyim istədi. Bəli, baxdım qardaşa, mən burada dua etmişdim, pulu çatdırmalıyam da, axşamdır artıq. 5 dəqiqədən sonra qardaş mənə deyir ki, mən artıq vermək istəyirəm. İndi dua etmişəm, tüklərin biz olur, Vahid qardaş demişəm. Göstərirəm qardaş hələ başa düşmür. Deyirəm, mən bu cür dua etmişdim, sizdən qabaq. Mənim vəziyyətim bu yerdə idi. Mən arendanın pulunu çatdıra bilmirdim. İnanırdım ki, hətta deyirəm, ya Rəbb, bir mələyini də belə göndərərsən, mənə pis vəziyyətdə qoymarsan. Toxunaram qardaşa, deyirəm, mələk deyilsənsə. Qardaş, başa düşmürəm, söhbətimiz açılıb, artıq salihlikdən danışıram insana səxavətlikdən danışıram. Mən bilirəm ki, onu Rəbb göndərib və başladım danışmağa. Qardaş, indi ruhlanıb bəlli ki, artıq da verim, belə dedim, yox. Rəbb nə qədər lazımdır, sənin vasitəni artıq verdi. İnansız, nə qədər lazım idi, o qədər də vermişdi Rəbb. Bilirsiniz, söhbət o 30 manatdan, 40 manatdan gedmir. Söhbət mənim istəyimlə, mənim vəziyyətimlə, Allahın mənim həyatımda etdiyi möcüzədən gedir. Rəbb məni öyrədir imanda yaşamağı. İmanlının həyatı dolların məzənnəsindən asılı deyil. İmanlının həyatı neftin barelinin qiymətindən asılı deyil. Qızılın qiymətindən asılı deyil. Birbaşa Allahdan asılıdır. Birbaşa Allahdan asılıdır. Əgər biz 2026-cı ildə hansı qadağalar gözləyir, hansı cərimələr gözləyir, vergi artacaq, necə qayğı, necə eləyəcəm mən? Bu imansızlıqdır, bu iman həyatı deyil. İmanlı bu cür deyir. Bilmirəm neçə məbləğdə olacaq, hansı qadağa olacaq. Bir şey bilirəm, o pulu da Rəbb yetirəcək mənə. Və iman budur, imanla yaşamaq budur. İman nümunələri çoxdur kəlamda. Ən başda olan da bu İbrahim Peyğəmbərdir. Kəlamda iman haqqında mövzu olanda birinci İbrahim Peyğəmbərin imanını nümunə kimi göstərir. Kəlam yazır, Romalılar məktub 4-cü fəsildə. Heç bir ümidi olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi, nəslin o qədər olacaq. Hətta təxminən 100 yaşında ikən öz bətninin artıq ölüyə bənzədiyini, arvadının Saranın da bətninin ölüyə bənzədiyini, ölü olduğunu anladı, amma imanı azalmadı. 75 yaşında Allah demişdi, sənin övladın olacaq İbrahimə. Düz 25 il sonra Rəbb dediyini icra etdi. Bu 25 il ərzində İbrahimin 75 yaşında olan inamı 100 yaşında olan imanı kimi qaldı, azalmadı. 5 il keçəndən sonra
Baxma da 75, Allah edə bilər 75, 80, 85 yaxınlaşır. 95. Görəsən doğrudan Allah edəcək deyib, amma 100 deyə artıq. 95 deyə. Amma gör kəlam nə deyir? İbrahim Rəbbi sadiq saydı. Bilirsiniz nə deməkdir? Rəbb sözünə sadiqdir. Vaxt, məkan, zaman, vəziyyət o bizə aiddir. Rəbdə o yoxdur. Rəbb sərhədsizdir. Rəbb deyir, mümkün olmayan bir şey yoxdur. Rəbb İbrahimə öz adını açır. El Şadday, hər şeyə qadir olan Allah, hər şeyə. İbrahim də bilirdi vəziyyət o deyil. Sara da çox yaxşı bilirdi. Hətta qulluqçuları bilirdi. Amma İbrahim Allahı sadiq saydı. Bizdə də o cür inam olsun. Şübhəsiz inam olsun bizdə, şübhə etmədən. İbrahim Peyğəmbərdən sonra üzr istəyirəm, Habakuk Peyğəmbər, üzr istəyirəm, imanının gücünü göstərir burada. Mən zövq alıram. Düzdür, çox çətindir, amma çox böyük nümunə göstərir. Əncir ağacı tumucuqlanmasa da, meynələr bar gətirməsə də, zeytun ağacına çəkdiyim zəhmət boşa çıxsa da, tarlada məhsul yetişdirməsə də, qoyun keçi ağılarda, malqara tövlədə yox olsa da, mən yenə Rəbdə sevinç tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam. Gör nə deyir? Zəhmət çəkmişəm dinə üçün. İndi o vaxtın dövrü malqara, tarla idi, meynə idi, belə deyim. İndiki dövr nəticədə bankrot olsam da, hansısa yerə əziyyət çəkmişəm illərlə, bəhrə gəlməyib. Kimisə mənə söz verib iş barədə, pul barədə sadiq qalmayıb sözünə. Amma deyir, yenə də mən sevinç tapacam. Çünki Habakuk demək istəyir ki, məni dolandıran Rəbb deyə. Nə insandır, nə işdir, nə gücdür. İman həyatı budur. Əgər sən bu cür düşünürsənsə, bu insanla dostluq eləyim. Çünki əli hər yerə çatır. Mən çətin vəziyyətə düşəndə mənə kömək eləyər. Bu imansız həyatdır. İmanlı isə deyir, mən Rəblə aramı düzəliyim. Çətin vəziyyətdə olanda Rəbb mənim yanımda olsun. Valideynlər var burada. Uşaqlarına görə bəzən qayğı çəkir. Mən uşaqlarımı heç nə qoymamışam. Eşitmişəm. Gərək çalışım, hansısa bizneslə məşğul olum. Nəsə əldə edeyim ki, uşaqlarıma nəsə saxlayayım ki, günahlayayım. Gələcəkdə onlara yardım edər pis vəziyyət. Amma bu imansız düşüncədir. İmanlı isə bu cür deyir. Mən birinci Rəbbi öyrədim onlara. Rəbbi göstərim. Rəbbin ardınca getməyi öyrədim onlara. Rəbb onlardan olsun. Rəbb onlarlandırsa hər şey olacaq. Lazım gəlsə evi də olacaq, maşını da olacaq, övladlar da olacaq, ailə də olacaq. Rəbb həmişə ondan olacaq. İmanlığın düşüncəsi budur. Ola bilər, imanın dərəcə söhbətində deyim, desəz imanın nə dərəcəsi? Bəli, var. 10 il bundan qabaq mümkün idi mənim ev almağım. Rəbb möcüzə edə bilərdi. Çünki evlər ucuz idi. Amma indi evin qiyməti bahadır. Görəsən, nə bilim, Rəbb eləyə bilər. İmanı azalıb. Rəbb üçün fərqi yoxdur. Bu imansızlıqdır. 10 qatına da belə olsa, Rəbb istəyirsə olacaq. Rəbb istəyirsə, iman budur. Sarsılmaz iman budur. Təkcə iman, bacılarım, qardaşlarım, bizim bu həyatda yaşamağımız üçün deyil. Həmçində biz iman edirik ki, Rəbb bizi üçün əbədi həyatı hazırlayıb. O deyib, mən gedirəm siz üçün yer hazırlamağa. O sözünə sadiqdir. Mən də gələcəm sizin arxavızca, sizə aparacam öz yerimə, hansı ki siz üçün hazırlamışam. İsa deyir, yol, həqiqət, həyat mənəm. Mənim ardımca gəlin, əbədi həyata sahib olacaqsınız. İsa Məsih bizim günahlarımıza görə öldü. Biz inanırıq, Allahın huzurunda biz bəraət qazanacağıq. Çünki günahlarımızın əvəzini İsa Məsih biz üçün ödədi. Rəbbə izzət olsun. Əgər inanmamız yoxdursa, Rəbb bizə iman versin. Əgər azdırsa, imanımızı artırsın Rəbb. İbrahimlər məktubunda sonda bunu demək istəyirəm. Bizsə geri çəkib həlak olanlardan deyilik.
iman edib canlarımızın xilasına nail olanlardanıq. Amin. Amin. Rəbb bu işdə hər birimizə xeyir dua versin. Sarsılmaz inamla sona qədər Rəbbin ardınca gedək. Amin. Amin.